İnsan dünyaya doğulanda ağlayır. Neden? Bir izah edebilmez insan doğuluşta. Niye ağlayır? Ve bir de insan dünyadan gedəndə ağlayır. İnsan bu dünyaya doğularken əzabla doğulur. Bir dünyadan tamamilə fərqli bir dünyaya gəlir. O bu dünyadan xəbərsiz gəlir. Ama gedəndə ölümü bilərək gedir. Ölümün nə olduğunu bilərək gedir. Ve heç kim həyatından sevə-sevə ayrılmaq istəyində olmayıb heç vaxt. Həyat gözəldir və yaşamaq da gözəldir. Amma necə yaşamaq anlayışı var. Şərəfinlə, ləyaqətinlə, abrınla, həyanla yaşayacaqsansa, səni incidəcəklər, sən ağrıyacaqsan. Sən, bu həyat səni döyəcək. Amma sən döyüldükcən, bu həyat səni döydükcən möhkəmlənəcəksən.